Baxın, hadisələrin içində ola-ola nə baş verdiyini görə bilmək asan bir şey deyil. Yəni hadisədən sonra ora qayıdıb baxırsan, təhlil edirsən, bu çox rahatdır. Çünki artıq hər şey olub qurtarıb. Amma hadisənin içində və sən də o hadisənin içindəsənsə, hadisələr cərəyan eləyir, hər an məsələn bir xəbər gəlir, bir hadisə olur. Sən də orada bir qərar verməlisənsə, bu çətin bir şeydir. Məsələn, bizim uşağımız gözümüzün qabağında böyüyür. Biz onun böyüdüyünü hiss eləmirik. Biri 5 ay görməyəndə gəlir harasa bir yerdən. O görən kimidir ki, o nə qədər məsələn boyatıb, böyüyüb, dəyişib, biz onu hiss eləmirik. Çünki hər gün içindəyik deyə biz onu hiss eləmirik. Hadisələr də belədir. Baxın, insanlar onların dinlərindən hansı hissəni necə oğruyurdular, onu hiss eləmirdilər. Bura istəyirəm gətirim məsələn. Onları yavaş-yavaş necə nəfsani həyata çəkirdilər, necə təbəqələşməyə çəkirdilər. Məsələn, səhabələrə xüsusi bir yer ayrılırdı. Səhabələr xüsusi həyat tərzi yaşaya bilərdilər. Onların pulları çox ola bilərdi. Onlar qınanmamalıydılar, qınana bilməzdilər, filan olardılar. Səhabə toxunulmaz olardı filan. Bunlar əslində körtəbii baş verən hadisələr deyildi. Yəni kimlərinsə İslamın içinə artıq düşünülmüş şəkildə sızmaları idi. Ki, bunlar baş versə, bir yerdən sonra artıq müəyyən o hadisələrdən sonra bunlar Allah höccətini tək qoyarlar bu şeylər baş verəndən sonra. Baxın, bu o qədər önəmlidir ki, məsələn, Süleyman ibn Surət Xuzai dövrün fəqihlərindən biri olub. Amma görürsünüz, elmdə çox yüksək nailiyyəti var. İmam Həsənin dövrü olur, sülh imzalanır, insan düz təhlil edə bilmir məsələn. Çünki elm olsa da o ilahi mədəniyyət anlayışını düz anlaya bilməmişdi. Gəlir İmam Həsənin qapısında dayanır, İmam Həsənə deyir ki, sən bizi zəlil elədin. Deyir, salam olsun ay, möminləri zəlil eləyən. İmam Həsəni belə görür. Sonra fikri buydu ki, qiyam eləmək lazımdır. Görürsünüz, sonra hadisələr cərəyan edir. Gəlir bir yerə çıxır, İmam Hüseyin nümayəndə göndərir Müslümü, Müslümün yanında ola bilmir. Sonra İmam Hüseyin özü qiyam eləyir, orada gəlib çıxa bilmir. Sonra Muxtar intiqam almaq istəyir, orada gəl. Amma insanı danışdırsan, dərdin nədir sən? Deyəcək qiyam eləmək, mübarizə aparmaq. Amma heç bir qiyamda yoxdur. Görürsünüz, düz təhlil edə bilmir deyə. Onun dinindən hansı hissəni oğruyublar, ora anlaya bilmir deyə. İstəyir, amma heç vaxt orada ola bilmir. Bu da bir nöqtədir də. Yəni istəmək də şərt deyil. Gərək xüsusiyyətləri qoruyub saxlayasan. Mən bunu istəyirəm deyim ki, insandan o xüsusiyyətləri oğruyurlar. Sonra sən elə zənn edirsən ki, mən istəyirəmsə demək orada olacam. Amma başa düşmürsən ki, istək, o xüsusiyyətsiz istək, yəni maşın motoru kimidir. Elə maşın var, amma motoru yoxdur, sürüb gedə bilmirik. Qəlb kimi qalıb. Bizə əslində o İslamı, yəni onlara da o İslamı verirdilər. Yəni bir qəlb var, amma motoru yoxdur, hərəkət eləmir. O İslam canlı deyil, canlandırıcı deyil, o həyat verici deyil də. Hacı ki, bayaqdan toxunur İmam Hüseyin nicat gəmisi. Yəni İmam Hüseyində bir həyat vermə var da. Quranda görürsən, Allah deyir ki, Allah və Peyğəmbəri sizə həyat verən şeyə dəvət edəndə onun dəvətinə cavab verin. Bizə həyat verən şey, söhbət bizim nəfəs almamız deyil. Bizim mənəvi həyata dəvət edəcəklər. Yəni İmam Hüseyin də onu çağırırdı, insanları ora çağırırdı.